əziz uşaqlar, mən bugün sizə hamının yaralı yeri olan üslub haqqında məlumat vermək istəyirəm. Diqqətiniz varsa, o zaman diqqətiniz lövhəyə. Artıq heç kəsin üslub haqqında qaranlıq qalan bir məqamı olmayacaq. Uşaqlar, əvvəlcə bunu belə deyək. Üslub nə deməkdir? Üslub sözünü dərk eləməliyik. Üslub forma deməkdir. Üslub, üslubiyyat elmindən bəhs edir. Üslub bölünür iki yerə. Üslub neçə yerə bölünür uşaqlar? İki yerə. Bir, fərdi üslub, bir, funksional üslub. Fərdi üslub adından göründüyü kimi bir şəxs, yəni xüsusi. Məsəl üçün, nizami üslubu, nə bilim tutalım, Füzuli üslubu bir şəxsə məxsus olan xüsusiyyətləri özündə cəmləyir. Adətən fərdi üslub təzahür edir hansı bədii üslubda daha çox yaxındır. Bədii üslubda fərdi üslubdan istifadə olunur. Aydın oldu? Funksional üslub. Bizim əsas dərdimiz funksional üslubdur. Funksional üslub 5 cür olur. Neçə cür olur uşaqlar? 5 cür olur. 1. Bədii üslub. Gəlin bədii üslubdan danışaq. Uşaqlar, bədii üslub xalq danışıq dilinə yaxın. Ədəbiyyat xalq danışıq dilinə yaxın. Təbii ki, ədəbiyyatdan gedirsə, nəzm dili, nəsr dili, dramaturgiya dili, düzdür? Eyni zamanda ən qədim, birinci üslubların içində yaranan ən qədim üslub bədii üslub olacaq. Obrazlılıq, emosionallıq, ekspresivlik, yəni sonra hamısı, uşaqlar, inversiyadan istifadə, bədii sualdan istifadə, bədii təsvir və ifadə vasitələrindən istifadə, yəni məcazlardan, epitet, təşbih, nə bilim, mübaliğə, metonimiya, yəni bunların hamısı bədii üslubda təzahür edir. Aydın oldu? Məcazi mənalı sözlər, hətta deyərdim çox mənalı sözlər, hamısı bədii üslubun xüsusiyyətləridir. Biz bir ədəbiyyata aid bir şey görürüksə, nəzm, nəsr, tərənnüm, təhkiyə, hamısı hansı üslubda olacaq? Bədii üslubda olacaq. Deyirik ki, baxın, poetik funksiya. Bunu yadımızda saxlayın. Mən sizə keçəndə nə demişdim, aşağılar? 3 cür funksiya var. Hansı funksiyalar idi? Poetik, informativ, bir də terminoloji. Poetik üslub nə deməkdir? Məcazi, mənalı sözlərdən istifadə. Təbii ki, bədii üslubdan söhbət gedirsə, məcazi mənadan da söhbət gedir. Yəni, bədii üslubda mütləq hansı funksiyadan istifadə olunacaq? Poetik funksiyadan istifadə olunacaq. Bunu yadınızda saxlayın. Yaxşı, publisistik üsluba keçək. Publisistik üslub iki yerə bölünür. Bir, şifahi forması var, bir yazılı forması var. İnformasiya xarakterli. Sözlər orada həqiqi mənadadır. Şifahi formada informasiya deyirəmsə, nəyi nəzərdə tuturam? Miting, televizor, düzdür, radio, şifahi şəkildə informasiya alıram. Ancaq yazılı dediyimiz nə nəzərdə tutacağıq? Qəzet dili, jurnal dili, kitab dili. Publisistik üslub demək uşaqlar. Mən uşaqlar həmişə deyirəm ki, uşaqlar televizoru gözünüzün qabağına gətirin. Hamı baxır. Bizim 70 yaşlı, 80 yaşlı nənəmiz də ora baxır. Anlayışlı dil formasıdır, təsirli dil formasıdır. Mən onu baxanda, qulaq asanda başa düşürəm. Mətni oxudun, gördün sənə informasiya vermək istəyir. Sənə bir şeylər öyrətməyə çalışır. Dili çox asandır, yəni belə təsirlidir, anlayışlıdır. O dəqiqə atacaq nəyin üstünə? Publisistik üslub. Baxın, unutmayın. Nə dedim? Publisistik üslubda sözlər, Raul, həqiqi mənadadır. Əgər həqiqi mənadadırsa, söhbət hansı funksiyadan gedə bilər? İnformativ funksiyadan. Bunu da yadınızda. Yəni, burada informativ funksiyadan. Anlaşılıq, ictimailik, təsirlilik, düzdür. Və bunları yadımızda saxlayırıq ki, bunlar nəyə aiddir? Publisistik üsluba aiddir. Bir də unutmuruq uşaqlar. Publisistik üslub ən son yaranan üslubdur. Ən son yaranan üslubdur. Gəldik elmi üsluba. Elmi üslub deyən kimi həmişə uşaqlara deyirəm, uşaqlar, elə bir elm adamını gözünüzün qabağına gətirin. Burada birinci elmi üslubda mütləq terminlərdən istifadə. Yığcam şəkildədir. Terminlərdən istifadə, dəqiqlik var, konkretlilik var. Bax, az biraz yerdə qeyd eləmişəm. Modal sözlər, ara sözlər, qrafiklər, sxemlər, hamısı elmi üsluba aiddir. Yəni, bir mətndə yığcam şəkildə. Nə bilim, tutalım belə deyək də, mənə bir mütləq şəkildə, çox da dili anlaşıqlı şəkildə deyilsə, qətiyyən obrazlılıq ola bilməz uşaqlar. O zaman hansı üslubdan söhbət gedəcək? Elmi üslubdan.
Rəsmi işgüzar üslub uşaqlar bir var rəsmi sənədlərin dili, bir var işgüzar sənədlərin dili. Bax bunu qarışdırmayın. Rəsmi sənədlərin dili biraz daha həmişə deyirəm, daha yüksək vəzifədə olan belə yüksək nəzərdə tutun. Məsələn, rəsmi sənədlər nələrdir? Fərmanlar, sərəncamlar, konstitusiya, düzdür? Bunlar hamısı rəsmi sənədlər. Amma işgüzar sənədlər belə deyək ki, gündəlik həyatımızda gördüyümüz arayışlar, ərizədir, tərcümə, haldır. Yəni biz onu belə deyək də məktəbdən gedib ala bilərik. Eləmi? Nə bilim, tutalım bir xəstəxanadan sağlamlıq kağızı kimi ala bilərik baş həkiminə. Bunlar hamısı işgüzar sənədlərə aiddir. Burada isə xüsusiyyətlərini soruşsanız ki, müəllimə, bizə xüsusiyyətlərini sayıb standartlıq var. Standartlıq. Nə deməkdir? Bax bunu dərk edin. Nə deməkdir? Ərizə forması standart. Başa düşdünüz? Tərcümə al, nə bilim, protokol, hamısı standart bir formalar var. Şablonlardan istifadə standart formada olur. Mütləq şəkildə dili yığcam olur. Dili mükəmməl olur. Normallıq mükəmməl. Burada sizcə rəsmi sənədlərin dilində norma pozuntusu ola bilər? Belə düşünün. Xeyr, ola bilməz. Məişət üslubu deyəndə həmişə uşaqlara deyirəm ki, uşaqlar, məişət üslubu deyəndə hamı küçə başa düşür. Elə başa düşür ki, biz ağzımıza gələn danışa bilərik. Qutardı, getdi. Burada heç bir şey, yəni bir məhdudiyyət falan heç nə yoxdur. Xeyr, elə deyil. Məişət üslubu mənim əslində arınmış, səlis, təmiz dilimdir. Varvarizm olmaz, vulqarizm olmaz. Yaxşı, onda Əli sual verir. Ay müəllimə, bəs mən bunu hansı üslubun üstünə atım? Axı mənim dilimdə istər-istəməz varvarizm, vulqarizm var. Bədii üslub var uşaqlar. O da bədii əsərlərə görə, bədii əsərin dilindən yazıcı tipi bizə tanıtmaqdan ötürü varvarizmlərdən, vulqarizmlərdən istifadə edir. Varvarizm, vulqarizm, onlar hamısı dialekt sözlərdən istifadə, onlar hamısı bədii üslubun xüsusiyyətləridir. Məişət üslubunda məhəlli dil deyil, məişət üslubu dialoji nitqdir. Yəni biz məişətdə necə danışırıq? Dialoq şəklində. Bax, qarışdırmayın ha. Bədii üslubda dedik ki, dramaturgiya dili. Yəni dialoqlar orada ola bilər, amma ona qarışdırmayın. O əsərin dilidir. Amma dialoji nitq məişət üslubunun xüsusiyyətidir. Sərbəstlik var, təbiilik var, gündəlik danışıq dilimdir. Amma dediyim kimi, loru sözlərdən istifadə, söyüşlərdən istifadə, bayaq dedik, varvarizm, vulqarizm. Bunların heç biri məişət üslubuna aid deyil. Sizə əsas bəzi məqamları çatdırmaq istəyirəm. Bizdən adətən nə soruşurlar uşaqlar? Bizdən mətnin xüsusiyyətlərini istəyir. Mətnin xüsusiyyətlərini istəyəndə, əgər siz bunları bilsəniz, hərəsinə aid 3 dənə xüsusiyyət sadalasanız, çox güman ki, 3 dənə xüsusiyyət istəyir. Onlar bizə bəs eləyəcək. Bundan başqa bizə nə edə bilər? Venn diaqramı verə bilər. Məsəl üçün tutalım, mənim işlədiyim mətn bədii üslubdadır. Çərçivədə olan mətn tutalım publisistik üslubda ola bilər. Venn diaqramı yazılır, necə yazırdıq aşağılar? Buna aid 3 dənə xüsusiyyət yazacağıq. Digər publisistik üsluba aid 3 dənə xüsusiyyət yazacağıq. Ən əsas sizə həmişə deyirəm. Ortaq xüsusiyyət yazmaqdan ötürü. Bunlar hamısı nəyə aiddir aşağılar? Funksional üsluba aiddir. Orta Venn diaqramı yazanda, təkrar edirəm. Venn diaqramı yazanda üslublar haqqında. Ortaya yazacağımız olacaq ki, hər ikisi funksional üsluba aiddir, ədəbi bədii dil normalarına tabidir. Uşaqlar, unutmayın, məişət üslubu daxil olmaqda hamısı normaya, belə deyək də, tabi olan üslublardır. Və bir dənə də bir şey unutmayın, bütün üslubların hamısı məişətdə cəmlənir. Yəni, bütün üslubun nümayəndələri təbii bilir ki, harada görüşürlər? Məişətdə görüşürlər. Aydın oldu uşaqlar, mənə elə gəlir ki, qısa bunlar haqqında, belə deyək də, bunları bilsəniz, üslub haqqında düşən suallara cavab yaza biləcəksiniz. Əgər bugünkü videomuzla sizə kömək ola bildiysə, nə xoş bizə. Bu qədər. Diqqətiniz üçün təşəkkür edirəm.